Allah'ın olsun TikTok'da mən bir şeylərin şahid oluram yenə də son zamanlar. 14-15 yaşlı qızları 25 yaşlı oğlanlar elə saxlayır yanlarında. Təsəvvür eləyin, belə adam şoka düşürür. Necə risk eləyirsən sən bu cavan qızları yanında saxlayırsan? Mən bax buradan elə söz düşmüşəm. Mən pis niyyətlə demirəm, amma bir dəfə də dedim, səs-küy eləyirlər bəzən. Mən bunu ümumi deyirəm, kimə təsir eləyir eləsin. Mən əgər qızım olsun və yaxud da oğlum olsun, mən Gəncə Dövlət Universitetini Gəncədə yaşaya-yaşaya, Tovuzda, Qazaxda yaşaya-yaşaya qoyub, Bakıda gəlib uşaq oxuturmaram. Mən Lənkəranda yaşayıramsa, Lənkəran Dövlət Universiteti üstündən xət çəkib, Bakı Dövlətin üstündən plus qoyub, orada oxusun qızım, oğlum deyə razılaşmaram. Bilsinlər ki, o malqara saxlayırlar, o analar, zülüm çəkirlər, övladları, oğlanları, qızları, Allah'ın dostu bu yaxınlarda şəhərdəydim. Bir oyunlar görürəm, bir biabırçılıqlar görürəm. Qurandan dostu axşam saatlarında əksəriyyəti yox, 99% tələbələrdir bunlar. Və sizin yanınızda Astaradadır, qızını qoy Lənkəran Dövlət Universitetinə. Nə bilim, Gəncədədir, Tovuzdadır, Qazaxdadır, qoy Gəncə Dövlət Universitetinə. Yevlaxdadır, Kürdəmirdədir, Mingəçevir Dövlət Universitetinə qoyun. Qardaş, Naxçıvandadır, nəyə göndərsiniz bura Bakıya? Mən demirəm, Bakıda oxumaq qadağası, xeyr. Amma bu bəzi detallar var ki, xəbəriniz yoxdur. Bir gün dəyişin geyiminizi, gəlin gecə çıxın şəhərə. Görün nələr baş verir, görün nələr baş verir. Bir idmançı oğlandı, direkti mənə mesaj qutusu mənə göstərib. Mən əsəbdən deyimmi, paxıllıq kimi yox. Adam o qədər təəccüblənir ki, elə qızlar, salam yazıb oğlan, salam yazıb şəkil atıb, tələbəyəm, demirəm. Lap deyəyə biri, 20 yanvarda bir universitetin tələbə qızı var, yazmadığı adam qalmayıb. Özləri də əslində, lap belə deyə, aran zonasından. Ay valideynlər, qurban olum sizə, əziyyətlə malqara saxlayırsınız, toyuq cüzə saxlayıb, yumurta satırsınız ki, balanız oxusun. Yaxınlıqdakı onsuz da fərasəti olan, bacarığı olan, lap texniko diplomu ilə də olsa işləyəcək. Laf belə Lənkəran Dövlət Universitetinin də diplomu ilə də işləyəcək. Siz niyə bu bölgələrin universitetlərini belə aşağı səviyyədə görürsünüz? Yenə də deyirəm, Allaha and olsun, mən qalsaydım Lerikdə, mənim övladlarım qəbul olsa birinci yazardım Lənkəran Dövlət Universitetini. Demirsiniz təhsil, adam oxusa, qabında varsa oxumaq, o tələb elib oxuyacaq. Dəxli yoxdur onun.